Vaxtınız xeyir, dəyərli dostlar, dəyərli müştərilər. Sadəcə bir möhtəşəm evin çəkilişinə gəlmişik. Xoş gördük hər bizi bir daha. Xırdalanda Heydər Əliyev prospektinin üstündə sizə gönlə mənzil çıxartmışıq satışa. Kupcalı, Radnoy otaq, kupca əldə. Ümumi sahəsi 115 kvadratdan ibarət. Xırdalanın ən elit bir binasında 160 minə gözəl bir mənzilimiz satışa çıxdı. Xoş gördük hər birinizi bir daha. Mənzilimizin qonaq otağında deməli, mənzilimizin qonaq otağında burada qalası əşyanı deyim, yalnız kondisioner və buradakı dolabımız qalır. Qalan bütün əşyalar mənzildən çıxarılacaq. 16 mərtəbəli binanın orta mərtəbəsindədir. Nə axırdır, nə birdir, tam orta mərtəbəsində yerləşir bu mənzilimiz. Polu birinci növ parketdəndir. Mənzilimizin dəhliz hissəsi, sanuzellərimiz ayrılıqda yerləşir. Burada sanitar qovşağımız və hamam otağımız burada. İsti sistemi kombidir. Mənzilimizin giriş hissəsindən sizi tanış edeyim. Mənzilimizin giriş hissəsi, girişdəki bu yekə bahalı dolabımız qalır. Təbii ki, keçək birinci yataq otağından sizi tanış edeyim. Mənzilimizin əsas yataq otağıdır. Çox zövqlü bir təmirdir, polu parket deməli. Ağ qapılardan isti sistemi kombi və keçək sizə mətbəxindən uşaq otağının sonunda göstərəcəm. Mənzilimizin mətbəx hissəsindən gözəl belə bir mətbəximiz, baxışı Heydər Əliyev prospektinə və eyvan hissəsi. Gəl bəri əziz qardaşım, deyiləsi sözlər çoxdur. Keçək axırıncı uşaq otağını sizə tanış edeyim. Burada yerləşir mənzilimizin uşaq otağı. Mənzilimizin uşaq otağından sizi tanış edim. Allah Taala hər bir evi uşaqlı, qaralı eləsin. Burada yerləşir mənzilimizin uşaq otağı. Gəl bəri koridorda deyiləsi sözlərimizi deyək. Mənzilimiz Heydər Əliyev prospektinin üstündədir. Ən elit binasıdır. 2 ədəd sigma lifti, yeraltı qarajı, ehtiyac su anbarı, bütün kommunalları mövcuddur. 24 saat mühafizəsi. Elitli bir binadır və qiymət 160 min manatdır. Real bazar qiyməti təyin olunubdur. Mənzillə bağlı nəsə müraciət edə bilərsiniz. Bu mənzilə baxmaqdan ötəri 1 saat, 2 saat öncədən xəbər eləyə bilərsiniz. Çəkilişdə də gördünüz. Mənzilimizə söz yoxdur. Bugünlük bu qədər. Sağ olun, var olun.